Yazam sizdən dildən və nitqdən. Burada dil yazıram, burada nitq yazıram. Çox qısa bir şeylər yazacağam. Nəzərinizdə saxlayırsınız ki, uşaqlar. Nitq fərdi xüsusiyyət daşıyır. Fərdi xüsusiyyət daşıyır. Sonra ünsiyyət prosesidir. Prosesidir. Nəsə olun. Ünsiyyət prosesidir. Dili isə uşaqlar bundan fərqli olaraq necə olacaq? Dil ictimai xarakter daşıyır. İctimai xarakter daşıyır. Xarakter daşıyır. Nitqə dedik ki, ünsiyyət prosesidir. Dil isə ünsiyyət vasitəsidir. Vasitəsidir. Dil, uşaqlar, irq və irslə bağlı deyil. Bağlı deyil. Yəni, Azərbaycanlı bir körpə böyüyəndə də Azərbaycan dilində danışacaq fikri yanlışdır. Uşaqlar, bunun atası türkdürsə, türk dilində danışacaq fikri yanlışdır. Apar İngiltərədə böyüt, İngilis dilində danışacaq. Almaniyada böyüt, Alman dilində danışacaq. Dil cəmiyyətdən asılıdır. Cəmiyyətdən asılıdır. Dil şuurla bağlıdır. Yəni uşaqlar, cəmiyyətdən uzaqda dil mövcud ola bilməz. Şuursuzlarda dil ola bilməz. Yadınızda saxlayın. Yeganə ünsiyyət vasitəsi deyil. Çünki uşaqlar mimikalar var, jestlər var, yəqin ki bunu bilirik. Və dilin yaranması üçün bədən şaquli forma almalıdır. Yəni uşaqlar, dil daha çox geniş yayılmış bir şeydir. Dil dünyəvi belə, ümumbəşəri bir şeydir və ictimai xarakterdə. Əgər ictimaiyyətdən qırağa çıxarsaq, dil mövcud olmayacaq, öz xüsusiyyətini itirəcək. Və bədən də düz formaya salmalıdır ki, ciyərlərə çox ağırlıq düşməsin və dil formalaşa bilsin. Nəysə, dil haqqında bunları bilməyiniz, nitq haqqında da bunları bilməyiniz kifayətdir uşaqlar. Əlavə bir şeylər yazmağa ehtiyac yoxdur. Yenə də deyirəm, yeganə ünsiyyət vasitəsi deyil. Jest və mimikalar var. Mimika üzün hərəkətidir müəyyən situasiyalarda. Jestlər isə əl-qol hərəkətləri ilə nəyisə bildirməkdir. Həm də uşaqlar lal dili var, nə bilim, əlifbalar var, Morze əlifbası falan filan. Bunlar yəni, dilin yeganə ünsiyyət vasitəsi olmadığını bizə göstərir. Nəzərinizdə qalsın. Uşaqlar, bu oldu bizim dil və nitq haqqında bilməli olduğumuz. Və uşaqlar, bilirsiniz də bu dildə, nitqdə biz yazıdan da istifadə edirik. Deməli, bizim növbəti dərsimizin adı olacaq yazı. Yazı və onun mərhələləri. Yazının birinci mərhələsi, uşaqlar, əşyəvi yazıdır. Əşyəvi. Əşyavi deyil, əşyəvidir. Əşyəvi yazı. Yəni, əşyalar vasitəsilə insanlar fikirlərini bir-birinə çatdırırdılar. Çünki biz uşaqlar, bir var, yaxından nəsə danışalar. Müəyyən müddət keçəndən sonra insanlar biraz uzaq məsafəyə nəsə ötürməyə çalışırlar və başlayıblar bunu yazı, əşyalar üzərində etməyə. Məsəl üçün, uşaqlar, baxın, sizə testdə düşəcəklərdən deyirəm. Daş, dəmir. Daş, dəmirin nağılı. Bax, buradan sizə sual düşərsə, çox böyük ehtimalla əşyəvi yazı olacaq. Simna, bir qalanın sirri. Bir qalanın sirri. Orada uşaqlar simnar yollanır, simnar, qanlı qala, simnar xan falan filan. Sonra üçüncü variant da budur. Dara haqda.
Yəni İskitlərin Dariyə yolladığı hər hansı bir şey. Kitabda bunlardan qabağıca sual düşəndə birinci əşyəvi yazıya aiddir. Nədir əşyəvi yazı uşaqlar? Baxın, simlə narı yan-yana qoyurlar. Bu olur simnar. Başa düşdünüz? Daşdəmirin nağrında Daşdəmiri gətirirlər edam eləməyə. Şah deyir ki, səndəki olan sirri mənə de. Daşdəmir deyir, deyə bilmərəm. Deyir, edam eləyin, boynun vurun bunun. Edam anı gələndə bir atlı peyda olur. Narı çırpır yerə, nar belə paralanır. Daşdəmir qayıdır şaha deyir ki, mən artıq hazıram sənə bütün sirri açmağa. Şah deyir, necə olur, ölüm ayağına kimi açmırdın. Yəni birdən-birə sirri deməyə hazırsan. Daşdəmir deyir ki, sir sahibi sirrin açılmasına icazə verdi. Əşyəvi yazıda uşaqlar, nar sirri bir şeydir. Nar dənəli açıldı, nar partladı, o deməkdir ki, yəni sirri sən aça bilərsən. Bu əşyəvi yazıdır. Bəs günümüzdə əşyəvi yazıdan istifadə olunur. Təbii ki, uşaqlar, əşyəvi yazıdan istifadə olunur. Məsəl üçün biz tutaq ki, yol gedirik, görürük ki, bir vitrində ayaqqabılar qoyulub. O ayaqqabını görəndə şəkil demirəm, uşaqlar, ayaqqabının özü əşya. Ayaqqabını görəndə avtomatik giririk həmin mağazaya, bilirik ki, burada ayaqqabı satırlar. Yəni günümüzdə belə əşyəvi yazıdan istifadə olunur. Yadınızda saxlayın. İkinci, insanlar görürlər ki, uşaqlar, çox uzaq məsafələrə hər bir şeyi əşyalar vasitəsilə çatdıra bilmirlər. İşləri biraz asanlaşdırmaq üçün ikinci yazı formasını müəyyənləşdiriblər. Bu da olub şəkli yazı. Şəkli yazı. Buna başqa adla piktoqrafik yazı deyəcəyik uşaqlar. Piktoqrafik. İngilis sözüdür də, bilirsiniz, məndən yaxşı bilərsiniz. Şəkli yazı. Uşaqlar, şəkli yazı da günümüzdə də istifadə olunur. Bax, yadda saxlayın ki, şəkil birbaşa əşyanı bildirir. Birbaşa əşyanı bildirir. Bildirir. Yəni uşaqlar, günəş şəkli, məsəl üçün, günəş şəkli birbaşa günəşi bildirməlidir. Günəş. Günəşi bildirir. Bu formada qurulur. Üzük şəkli birbaşa üzüyü bildirir. Məsəl üçün, ilan şəkli birbaşa ilanı bildirir. Yadınızda saxlayın. Nə bilim, deyək ki, qab şəkli birbaşa qabı bildirir. İndi deyəcəm nə demək istəyirəm uşaqlar. Tutaq ki, bizdə bir dənə var kondisioner pultu, məsəl üçün. İndi bunun pultuna baxanda uşaqlar, baxıram ki, onun üstündə günəş işarəsi var. O günəş nəyi bildirəcək? İstiliyi bildirəcək. Nə bilim, kompüterin üzərində günəş işarəsi olur, parlaqlığı bildirəcək, amma çöldəki günəşi bildirməyəcək. Deməli, bunun şəkli yazıya aidiyyəti yoxdur uşaqlar. Şəkli yazıda birbaşa məna ifadə olunur, birbaşa. Amma mən gedəndə çimərliyə orada günəş işarəsi qoyulsa, avtomatik nə fikirləşirəm? Burada istiliyi daha çoxdur. Burada günəş var, günəş adamın üstünə vurur. Birbaşa günəşi bildirir. Deməli, şəkli yazdır. Üzük uşaqlar. Yolda gedirik. Qabağımıza bir dənə qızıl dükanı çıxır, üstündə də üzük şəkli. Məna nədir burada? İçəridə üzük var. Yəni üzük şəkli birbaşa üzüyü bildirir. Deməli problem yoxdur, şəkli yazıdır. Nə bilim, yolda gedirəm, görürəm vitrində ayaqqabı şəkli var. Girirəm içəri, görürəm ki, içəridə ayaqqabı satırlar. Deməli, nə var burada uşaqlar? Burada şəkli yazı var. Yoldan gedirəm, görürəm çəngəl, bıçaq, qab şəkli var. Girirəm içəri, görürəm ki, içəridə çəngəl, bıçaq, qab satırlar. Deməli, şəkli yazıya aiddir bu. Və yaxud da ki, gedirsiniz, məsəl üçün deyək ki, zooparkda orada ilan şəkli qoyulur. Nə deməkdir bu? İçəri girəcəksiniz, ilan görəcəksiniz. Yəni, şəkli yazı bunun üzərində qurulur, uşaqlar. Şəkli yazı birbaşa mənanı əks etdirir, birbaşa mənanı. Şəkildə nə görürsünüzsə, söhbət ondan gedir. Nəzərinizdə qalsın. Sonra gəlir üçüncü yazı forması uşaqlar. Artıq şəkli yazı ilə də bütün fikirlər çatdırılmaq olmur deyə. İnsanlar üçüncü yazını formalaşdırırlar. Fikri yazını. Fikri yazı. Fikri yazı uşaqlar ideografik yazıdır. İdeografik. İdeografik yazıda şəkil dolayı məna bildirir. Dolayı məna
bildirir. Dolayı məna bildirir uşaqlar fikri yazıda yazır. Yəni birbaşa məna ifadə eləmir. Məsəl üçün eyni şeyləri yazsaq belə verəcəyik uşaqlar. Günəş, günəş, məsəl üçün istilik bildirir. İstilik. Günəş şəkli. Məsəl üçün üzük, məsəl üçündən deyirəm. Üzük toy. Toy mənasını ifadə edir. Məsəl üçün ilan dərman mənasını ifadə edir. Dərman. Məsəl üçün burada yazdığımız qab kafe mənasını ifadə edir. Kafe, yemək verilən yer mənasını ifadə edir. Bildiniz? Fikri yazı budur uşaqlar. Fikri yazıya nümunə olaraq nəyləri göstərmək olar uşaqlar? Baxın, yadda saxlayın. Şərti işarələr, şərti işarələr. Bunların hamısı fikri yazıya aiddir. Uşaqlar, bax, elə bu işarə qoydum, bu özü fikri yazdı. Nə bilim, burada yaza bilərik. Kimyada o cədvəl var, Mendeleyev cədvəli. Məsələn, buraya yazıram. Mendeleyev cədvəli. Yəni, bunlar hamısı uşaqlar fikri yazıya aiddir. Nə bilim, deyək ki, H2O, nə bilim, Cl, bunlar da xlor falan. Şərti işarələrdən uşaqlar, məsəl üçün deyək ki, təyinin işarəsi, nöqtəli vergül, mübtədanın işarəsi, nöqtəli vergül, nə bilim, fizikada F bərabərdir, nə bilim, nəyə bilmədiyim şeylər falan filan. Bunlar hamısı uşaqlar aiddir şəkli yazıya. Və yaxud da ki, uşaqlar, bayraq, bayraqdakı rənglər, rənglər. Bayrağımızdakı rənglər uşaqlar, bunların hamısının öz mənası var. Bunlar fikri yazıya aiddir. Yol qaydaları, yol nişanları. Yol nişanlarının hamısı uşaqlar istəyir işıqfor olsun, istəyir keçid olsun, istəyir nə bilim orada nida işarəsi olsun, maşınlar üçün olan qaydalar olsun. Bunların hamısı fikri yazıya aiddir, ideografik yazıya aiddir. Nəzərdə saxlayın. Eyni ilə gerbimizin üstündə olan şeylər ideografik yazıya aiddir. Əgər uşaqlar biz yolda gedəndə çörək satılan yerdə yuxarıda vitrində çörək şəkli görürüksə, bu şəkli yazıya aiddir. Bəs orada biz bir sümbül şəkli görsək, bu artıq fikri yazıya aiddir. Çünki biz fikirləşəcəyik ki, içəridə sümbüldən hazırlanan bir şey satılır, yəni çörək satılır. Başa düşə bilirsiniz? Yəni fikri yazı bunun üzərində qurulub. Və yadınızda saxlayın ki, klaviatura var, kompüter klaviaturası. Onun üzərində olan işarələr həm fikri yazıya aiddir, həm də sonuncu yazı olan sillabik yazıya aid nümunələr var orada. Fonoqrafik yazıya aid nümunələr var orada. Yəni yadınızda saxlayın bunu. Bu formada. Məsəl üçün uşaqlar, tutaq ki, bir cərəyanın gərginliyin çox olduğu bir yerdə kəllə işarəsi var. Yəni nə deməkdir bu? Əli vursun, səni öldürəcək bu deməkdir. Bu artıq ideografik yazıdır. Başa düşdünüz? Yəni bu formada formalaşır ideografik yazılar. Nəzərdə saxlayın. İstənilən işarələr ideografik yazıya aiddir. Şərti işarələr. Dördüncüdən danışırıq uşaqlar. Biz artıq dördüncü olur sillabik yazı. Sillabik yazı. Sillabik yazı uşaqlar iki yerə bölünəcək. Birincisinin adı olacaq heca yazısı. İkincisinin adı olacaq fonoqrafik yazı. Fonoqrafik yazı uşaqlar səs yazısıdır. Səs yazı. Səs nə deməkdir uşaqlar? Heca yazısında bir işarə bir neçə səsi bildirir. Bir neçə səsi bildirir. Amma fonoqrafik yazıda bir işarə bir səsi bildirir. Yaxşı uşaqlar, bizim bu gün istifadə elədiyimiz işarələr fonoqrafik yazıya aiddir. Yəni səs yazısından bu gün istifadə elənirik. Həmçinin Orxon Yenisey abidələrdə, Orxon Yenisey abidələrdə uşaqlar, yadda saxlayın, fonoqrafik yazı üzərində qurulub. Heca yazısı uşaqlar, bu indi Çinlilərin, Yaponların hieroqlifləri var. Bu hieroqliflər üzərində qurulan yazılar sillabik yazı, yəni heca yazısına aid nümunələrdir. Yəni yazının 4 mərhələsi var. Bu uşaqlar bizim yazı haqqında bilməli olduqlarımızdır. Çox sadə bir şeydir. Keçdik sonuncuya.